Ramazan ayının 3-cü gününün duası. İmsak duası. İlahi, bu mübarək ayın bərəkəti ilə mənə güclü ağıl, aydın düşüncə və ayıq-sayıqlıq bəxş et. Qəlbimi nurunla işıqlandır, niyyətimi saflaşdır və məni hər addımda doğru yola yönəlt. Məni bu ayda pis əməllərdən, boş və faydasız işlərdən, qəflət və unutqanlıqdan uzaq et. Ruhumu təmizlə, nəfsimi tərbiyə et, səbir və təqva ilə məni möhkəmləndir. Dilimi zikrinlə məşğul et, gözümü və qəlbimi haramdan qoru. Ey səxavətlilərin səxavətlisi, öz sonsuz mərhəmətin və kərəmin xatirinə bu ayda nazil etdiyin bütün xeyir, rəhmət və bərəkətdən mənə də nəsib ver. Dualarımı qəbul et, orucumu kamil et, ibadətlərimi öz dərgahında məqbul buyur. Məni bağışla, məni doğru yoldan ayırma və bu ayı mənim üçün həm dünya, həm də axirət saadətinə vəsilə et. Amin. İftar duası. İlahi, səndən ötürü oruc tutdum və sənin verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et, bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Dəyərli izləyicilər, Qafqaz Müsəlmanları İdarəsinin yaydığı rəsmi məlumata əsasən Bakı şəhər üçün imsak vaxtı 06:01, iftar vaxtı isə 18:37-dir. Qeyd edək ki, oruc tutanlar hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək içmək və sair orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. Allah bütün tutulan orucları və edilən duaları qəbul etsin. Amin.